ən yaxşı havamdaydım belə deyə. Yəni heç bir cavab da baxanlar, izləyənlər onsuz da bildilər ki, mən heç bir cavab verməmişəm və heç bir söz danışmamışam. Bax, mənə maraqlı olan birisi nədir Vəfa xanım? Günahlar aparıcılarda gördünüz, suallarda gördünüz. Bir zəngi tələb etdilər, xahiş etdilər, zəng etmədiniz, düzdür? İstəmirəm, çünki heç nə istəmirəm. Baxın, orada mənə deyilir ki, yenə də mənə heç nə istəmirəm, adı da çəkmək istəmirəm. Yenə mənə deyirlər ki, reklam axtarır bizim adımızdan. Reklam axtarsam zəng vuraram, reklam axtarsam bir fikir bildirərəm, bir söz deyərəm. Mənlə o insanla əlaqəli mənə heç bir sual verməyin. Sizdən dəfələrlə xahiş eləmişəm, bilirsiniz Balkan. Allahınızla düz danışın. Dəfələrlə demişəm sizin verişdə mənə o sual verməyin. Canlıda da demişəm, belə də demişəm, yenə də deyirəm. Heç nə istəmirəm, heç bir şey istəmirəm. Amma dəvətnamə yazıldı. Zənginizi gözləyirdi Şəbnəm. Yəni hardan ilhamlanıb gözləyirsiniz ki, mən niyə zəng vurmalıyam? Ad günüdür Vəfa xanım. Son ad günüdür. Mən borcluyam kimisə ad gününə gəlməyə. Yəni gəlmirəm deyə mən söyləməliyəm. Amma dəvət etdi, sonra da o kağız parçasını paramparça etdi. Bizim aramızda olan söz-söhbətlər bütün xalq görüb. Onu tək sənlə mən bilmirdik. Bütün xalq bilirdi bunu. Və bu günləri mən onun ad gününə getsəm, o mənim ad günümə gəlsə, bu heç də yaxşı görünməyəcək. Yəni biz insanların da gözündən düşəcəyik. Bizim orada o saxtakarlığı əgər eləyə bilsək, mən onu eləyə biləsə adam deyiləm. Mən necə gedə bilərəm o ad gününə? Necə olur da? Yəni bu sözləri bir anda necə unutmaq olur, hər şey silmək olur. Təbriklə bir zəngin fərqi nədir? Mən danışmaq istəmirəm. Mən təbrik eləmək istəmirəm. 10 gün sonra kiminsə ad günü olacaq. Reyting üçün niyə mənə burada qurban verirsiniz ki? O da Geriyə qalan görüntülərdə bilirsiniz nə oldu Vəfa xanım? nə oldu? Bu görüntülər oldu. Dəvətnamə göndərin. Yəni o qədər insanları verməyin bunu mənə. Mən nə edirəm bu cürə məktub? Şəbnəm Tovuzunun bugün parça-parça etdiyi dəvətnamədir. O qədər. Yəqin ki, orada normal qonaqlar olacaq. Nə qədər onları canlı yayımda mı çağırmışdı ki, məni canlı yayımda yəni çağırırlar və mən də orada yox deyəndə cırırlar. Yəni bunu reklamdır, göz görəsi reklamdır. Məni qatmayın, qoşmayın o reklamlara. Bilirsiniz necədir? Bu zəiflik göstərərək o addıma düzgün deyildi də. Yəni ona da yaraşmayan bir addım idi. Canlı yayımda küsüdə olduğu müğənninin qonaq çağırırsan, orada dəvətnaməni cırırsan. Yəni ona da lazım deyil bu. Vallahi yaxşı görünmür, yaxşı bir şey də. Geriyə qalan görüntü budur. Bu sizə qalsın. Yox, mənə qalmasın. Balkan xahiş edirəm, sizə qurban olum. Mən sizin verilişdən xahiş edirəm. Mənlə bağlı ona sual verməyin, onunla bağlı da mənə sual verməyin. Baxın, hissələnmiş, parçalanmış dəvətnaməni götürmürsünüz. Demirəm mən, nə edirəm da parçalanmış dəvətnamə. Edirəm. Yox, sağ olun, sizə qalsın, hədiyyə edirəm sizə. Bir cümlə ilə həmkarınızı təbrik edin. Lazım deyil. Mən məcburam. Mən bütün ad günü olanları təbrik edirəm ki, Şəbnəm xanımı da edim. Yəni mən eləməyəndə nə dəyişəcək ya? Ad günü olardısa, mən ora efirə çıxardımsa, əlbəttə eləyərdim.